Aleyhisselam Mərvəyə, Xurasana gətiriləndən sonra xanım Fatime-i Məsumə İmam Rıza Aleyhisselamın görüşünə gəlmək istəyir. Yəni İraqdan gəlir Məşədə İmam Rıza Aleyhisselamın görüşünə. Amma xanım Fatime-i Məsumə gəlir Qum şəhərində çatır, xəstələnir. 17-18 gün xəstə olur, 18 gündən sonra vəfat edir, dünyasını dəyişir. Nə o İmam Rızanı görür, nə İmam Rıza bir də onu görə bilmir. Bir günlər gəlmişik ki, xanımı ziyarət edək. Hətta hədislərdə var ki, xanımın məqamı o qədər ucadır ki, buyururlar ki, əgər hər kəs istəsə Fatime-i Zəhranı ziyarət eləyə, gəlsin Qum şəhərində xanım Fatime-i Məsuməni ziyarət eləsin. Həzrət İmam Rıza ağadan hədis var, buyurun ki, hər kəs mənim ziyarətimə gəlir, əvvəl gəlsin bacımı ziyarət eləsin, sonra gəlsin mənim ziyarətimə. Yəni, əlhamdülillah, bütün ziyarətlərdə elə təşkil olunur ki, İmam Rıza Əsəlamın ziyarətinə getməmiş, xanım Fatime-i Məsumə ziyarət olunur. Allah inşallah ziyarətinizi qəbul eləsin. Allah sana bir daha hamınızı inşallah yenə gözəl ziyarətgahları qismət eləsin. Allah qəbul salamat eləsin.